Salam, necəsiz? Deməli, bir-iki kəlmə, bir-iki məsələyə toxunmaq istəyirəm. Baxıram ki, mən paylaşımlarımla digər firmaların marketinq planlamasını qururam. Paylaşımlarımdan kim yararlanır, qeyd eləyir, kimi qeyd eləmir, Allah hamısının canına sağ eləsin, heç bir narahatçılığımız yoxdur, heç bir problem də yoxdur. Bəzilərinə sevinirəm. Məsələn, mis-sulfat bir fungisit kimi Azərbaycan sahibkarları, həm də aqronomları tərəfindən qəbul olunub. Kalloid kükürdür, artıq insektisid və fungisid kimi qəbul edilib ölkədə. Bordo məhlulu haqqında illərdir çatdırdığımız həqiqətlər demək olar ki, hazır bordo temasını artıq bazarda bir küncə qısıb. Laim sulfir və mis-sulfata öz yerini verməklə bunu konkret olaraq öz uğurumuz qəbul edirik. Yəni, bu bizim uğurumuzdur. Və demək olar ki, tək kükürt və laim sulfir bazarda penkanazol, azoxstrobin, nə bilim, onlarla fungisiti bazardan çıxardıb. Məsələn, mis-sulfatın özü manqazebdən tutmuş, nə bilim, bütün də demək olar ki, 99% fungisitləri artıq bazarda vurub çıxardıb. Məsələn, bağda hazırlanacaq düzgün bordo bağdan 85% xəstəlikləri təmizləyir və bazarda da türklərin saxta və hazır bordosunu oyundan çıxardır. Yəni, demək istədiyim, tək ölkədə monolyoza çəkilən xərc milyonlardır, yəni konkret. Mən paylaşımlarımla kimlər yararlanır, dediyim kimi, tamamilə halallığını verirəm, heç bir problem də yoxdur. Sözüm onda deyil. Bütün bunların hamısından da üstünü, yəni uğurlarımızın ən üstünü əsas olaraq mən qışlıq gübrələmədə görürəm. Çünki bağların soyuq qışa, acqarına girməsinin qarşısını almışıq. Yəni, bizim konkret fəaliyyətimiz qışlıq gübrədir. Ən uğurluq fəaliyyətimiz odur. Yazda hektara 25 kilogram, 30 kilogram maf verməklə bağda problemlər həll edilmirdi və bağ ağacdır. Bir şəkildə günəşdən enerji əldə eləyir və bir şəkildə problemlərini yarımçılıq həll eləyə üst-üstə yığılan o problemlər axırda metazdaz verirdi. Və bağ adi bir problemdən, bəsit bir məsələdən bir də görürdük ki, bağ söküldü. Adi bir xəstəlikdən söküldü, getdi. Yəni, gübrə tək məhsuldarlıq demək deyil, gübrə ağacın sağlamlığıdır, xəstəliklərlə vuruşmaq müqavimətidir, onun qoludur, budağıdır və s. gümrahlığıdır. Yəni, bütün bunlar az bir vaxta yox. Bəziləri 3 il, bəziləri 5 il vaxtımızı alıb ki, yəni, hansısa bir mövzuda məsləhət verə bilək. Yəni, ciddi tədqiqat məsələləri kimlərinsə çıxıb elə ayaqüstü paylaşa biləcəyi bir mövzular deyil də. Yəni, hal-hazırda kifayət qədər mövzularda da tədqiqatlarımız var və davam etməkdədir. Məsələn, çiyələkdə bildiyimiz kimi vernizasiya tələbləri ölkə iqlimində tamamlanmadığı üçün xüsusilə hazırda çiyələk əkilən regionlardan söhbət gedir. Biz bu sahədə 3 ildir ki, artıq çalışırıq, tədqiqatlar aparırıq və ona uyğun bir neçə dəfə hətta friqoşitil üçün xaladelnikin hazırlanması, friqoşitillərin xaladelnikdə hazırlanmasından tutmuş 50 cür tədqiqatımız olub da. Yəni, demək istədiyim elə boşu-boşuna bir dənə birdən-birə çıxıb demirik də. 2 komponentli gübrə ilə belə problemi həll edir. Əslində bir neçə dənə problemi bir neçə dənə yolla aradan qaldırmağa üçün tədqiqatlar aparmışıq və təkliflər vermişik. Demək istədiyim nədir? Bu günləri konkret olaraq belə deyək, tədqiqatlar aparırıq və ona uyğun gübrə hazırlanır ki, yəni məhsuldarlığı aşağı salan və vernizasiya yetməzliyindən əmələ gələn cırlaşma, hansı ki, qışlama tələbləridir, vernizasiya qışlama tələbləridir. Yetməzliyindən tələb olunan qış olmadığı, təbiətimizdə olmadığından cırlaşma baş verir, cır məhsuldarlıq və s. problemlər aradan qalxsın deyə gübrələr hazırlanır. Bundan ötürü tərkibdə minerallarla bərabər orqanik birləşmələr və xüsusilə vernizasiyanı təmin edən hormonlar əlavə edilib ki, bu iqlimsel problem aradan qalxsın. Yəni, demək istədiyim, naxadı bir başqası çıxır və bir dərman təklif edir ki, bütün tərkib, yəni bunun tərkibində bir İBA var. Yəni, demək istədiyim, ay ağıllı, bu İBA-nın adını paylaşımında eşitmirsən. Təqdim edilən və yaxud təklif edilən məhsulun etiketində belə İBA yoxdur.
Yəni eşidirsən, piliyirsən gedir. Aç ki, bu zəhrimar ibad ediyin qiyməti neçə olmaya bir maraqlan. 2300 eurodan başlayır, 8000-9000 euro da qutarır bunun qiyməti. Hər hansı bir dərmanın tərkibində iba vurasan, etiketinə də yazmayasan, bu nə dərəcədə həqiqətə uyğun ola bilər? Ay, nə olub axı? Nədir, mütləq elə gərək mən paylaşan kimi nəsə soxuşdurasınız bazara. Yəni, elə bilirsən, elə ibanı qatmaqla məsələ bitdi. Auksin və stokinlər mövsüm boyu sırayla, zamanla, hansı intervalda dəyişdirilməlidir? Vernizasiyanı təmin etmək planı necə aparılmalıdır? Yəni, bu elə durduq yerə bir dəqiqənin içində paylaşılası bir mövzu deyil. Bundan ötürü tədqiqat aparmalısan, nəticələrinə baxmalısan. Yəni, bu böyük bir planın kiçik parçasıdır. Mən təklif elədiyim, məsələn, əgər paylaşımımı xatırlayırsınızsa, ilkin tərkib tək komponentli olaraq müxtəlif spirtlərlə süni vernizasiyanı başlatmaqla başlayır. Daha sonra iki komponentli auksin və stokinlərin balansını idarə etməklə vernizasiya təmin edilir. Yəni, elə eşidən kimi ağzınıza gələni danışmayın, milləti az zülmə qoyun. Eyni mövzuda biz almada da, gilaslarda da tədqiqat aparırıq. Yəni, şaftalı, badam və s. o qədər də vernizasiya tələbkar deyil. Amma alma, armud və gilasda qışlama tələbləri yerinə yetməzsə məhsuldarlığa ciddi təsir eləyir. Ona görə məhz bu bağlarda da tədqiqatlarımız gedir. Elə bizdə çiyələk deyil mövzumuz. Harada ki, məsələ netləşir bizim üçün, o zaman həmin tədqiqatları ehtiva edən məhsul istehsal olunur. Məsələn, ciddi vernizasiya tələbləri pozulan təsərrüfatlar içində xaçmaz şabran bağları durur. Məsələn, şabranda, xaçmazda alma, armud, gilasın qışlaması tam ödənilmir. Mavi gilədir, malinadır. Bu bağlarda da həmçinin çiyələk kimi problemlər olur. Vernizasiyadan qaynaqlanan problemlər. Uzun sözün qısası, hər hansı bir bitki tələb olunan ekosistemindən uzaqlaşdırılırsa, yəni onun tələb olunan, məsələn, deyək ki, ekosistemi Ukraynadır və gətirib xaçmazda əkmişiksə, o zaman hormonal problemlər çıxır ortaya ki, bu da ciddi akademik tədqiqat mövzularıdır. Daha şunu şöylə, şunu böyle deməklə hər məsələ həll olmur. Yəni, demək istədiyim, biraz özünüzə hörmət eləyin. Fikirləşin ki, yəni mən bir mövzuda 3 il, 4 il kiçik məlumat xarakterli paylaşımlar eləyib, sonra məhsul istehsal eləyirəm. Yox, bir dəqiqənin içində məhsul istehsal eləmirəm. Yəni, bir məhsulun qolundan tutub, ay cəmaət, bundan verin, kökləndirəcək, bunun tərkibində iba varmış, şunu böyle, şunu şöyle, olmur elə. Yəni, o ibanı onun üstünə vurursansa, onun qiyməti 8-9 min evrodur kiloqramı. Yəni, onun üstünə mütləq onu yazmalısan. Yazmayıbsansa, mənim hər hansı bir gübrə təklifimdən sonra ortaya çıxıb, sən də bir şəkildə bazarda özünə yer tutmaq istəyirsən, bu isə hörmətsiz bir şəkildə özünə yer tutmaqdır. Bu, heç bir halda, yəni, bir konkret olaraq bir akademik yanaşma deyil də, yəni buna ticari bir ədəb də yoxdur burada, bir akademik ədəb də yoxdur burada. Yəni, mən nə deyim, özüm də bilmirəm. Yəni, konkret bir paylaşıma rastlaşdım, yol gəlirdim, toydan gəlirdim. Paylaşdım, dedim, bir münasibət bildirim, siz də bir anlayın məsələ nə olan şeydir. Yəni, elə bir dəqiqənin içində olan məsələlər deyil bunlar.